Çox maraqlı kənddir. Yəni biz o biri kəndlərdə də olduq bu yol boyu. İndi şəraitsizlik bir yandan. Əssalamu aleyküm. Xoş gördük. Xoş gördük. Necəsiz? Sağ ol. Görüşərik bir tər. Ya Allah. Adınız nədir? Zeynullah kişi. Xoş gəlmisiniz birinci. Qocağımızda daş daşımışıq, qacıqıram. Bu kəndi qoymamışıq. Qorunmuşuq. Ha, yəni bir ağsaqqal kimi deyirəm. Yaş neçədir? 67. Allah ömür versin. Ha, indi də işləyirik. 2 dəfə 2 gün, 3 gün bir dənə texnika göndərirlər. O da güc bəla ilə. Gərək gedəsən başının qəbuluna telegram oynayacaqsan. Nəyə lazımdır o? Bu cavanlar da çıxıb gedir. Hani cavanlar Sizdən sonra qoruyan olacaqmı buranı? Mən inanmıram. 4 evladım. Bir qızdır, 2 oğlan. İkisi şeydədir, hərbidə. 44 günlük müharibədə iştirak edib, indi də hərbidədir. İndi Laçındadır. Yəni çıxıb gediblər də burada. Gediblər də. Bir dənə mənim uşaqlarım yox. Hardasa 15 dənə ev qalıb. Qalanı hamısı çıxıb gedib. Eldar dayımızın evidir. Deyirəm çox qəşəng evdir. Deyir çox qəşəng. Niyə elə yanıq-yanıqlı dedi? Neçəyinə evdir də. Deyirəm ki, nə bilirsiniz, nə yaşayıram, orada nələr çəkirəm. Kimdən qalırsan Eldar dayı? Yoldaşımdır, qızımdır. Allah qorusun. Bir bala nəvəmdir orada baxır. Nəvəyə bax, nəvəni pəncərədə bir pəncərədən get göstər. Adı nədir o nəvənin? Nuray. Nuray bir əl elə Nuray bir. Allah qorusun. Çox yaxşı, çox gözəl. Allah mənzərəsi də çox gözəl də kəndimizin. İnşallah yayda yağsa kababı mən sizə verərəm. Xüsusi olaraq qeyd edək. Təbii ki, onlar istəyirlər cəmaət qayıtsın obalarına, evlərinə. Amma həm də istəyirlər ki, yolu da biraz bərpa eləsinlər ki, bu yerdə qalanlar var, bir 10-15-20%. Onlar da çıxıb getməsin. Yox da, bunu da yağdılar, pul yığmışıq, bunu bitər, 4-5 gün texnika işləyib burada, İlətərə qədər. 6 kilometr yol nədir ki, nədir? Öz maşınınız aşağıda. Bizim maşın qalxmadı ki bura. Hə, Bilətərdə qalıb, balbağa vaxtdır. Balqabaq da əkirsiniz, yerində. Burada nə əkirsiniz ən Ay çox? şey, kartofdur, nə bilim, qarğadalıdır, nə gəldi də, soğan. Torpaq onda münbütdür də, yaxşıdır, hə o barədə. Pis deyil, pis deyil. Su işini necə həll edirsiniz olar? Su gətiririk. Bulaqdan gətirirlər. Yuxarıda bulaq var, şoğanla gətiririk. Bu sağdakı evlər kimindir? O da boş qalıb desən, hə? Bura mənim evimdir, boş qalmır. Boş qalmır, gücbəla ilə saxlamış. Valla. Əşi, nə danışırsan? Mənə bax, sən indi aşağı oradan düşmədin. Yox, orada mal xəstə idi, getdim dəydim ona. Bax, sən həyətdən çıxdın axı. Oradan. Hə, qoşun həyətindən malları. Bayaq kişi dedi ki, biz inəkləri buraxırıq ora, hansı sütü varsa o gəlir, qalanları ilə maraqlanmır. Yox, qalırlar da. Narahat olmursunuz bəs? Yox, nə, onu gətirmək olmur. Gələndə daha çox problem olur, hə? Daha çox gələndə problem olur, hə? Hə, yəni Sovet dövründə məşğul idiniz. O yaylağın gözəlliyinə bax. O kiminsə ərazisidir yoxsa? Ərazisi deyil, o da evdir də. Ha, pay torpaqlardır da bunlar. Nə qəşəng yerdir bura. Cavan vaxtda olmusunuzmu oralara? Piknik eləmisinizmi orada? Pikniklər eləmisinizmi? Cavan oğlanlar gedib orada bir otursun. Buğda, nə bilim, qarğadalı, nə gəlib o qalalar. İstirahət mənasında deyirəm ki, bu cavan vaxtlarında 15-20 yaşında bir götürüb dostları qalxmısanmı o təpələrin başına? Keçən ildə, bu ildə gəldi də əsgərlik yoldaşım, nə bilim, burada yaşayan o da yox, sinif yoldaşım 2 gün gəldi, qaldı, gəzdik. Biz öldük, bizi götürən lazımdır axı. Aparmaq lazımdır axı şey. Qəbristanlığa. İndi cavan qalmıyor axı burada. Övladların qayıdarmı? Qayıtsa yox, onlar ikisi evi var, o ev. Ümidim yoxdur onların qayıtmağı. Yox. Odun da çətindir. Meşəyə əl vurma, əlini kəsərlər. Yox, mən 8 il meşəbəyi istədim, gözəkçi, qoruqda. Qorovdur, bu ərazi qorovdur. Doxun var birin girsindən. İşte belədir də. Doxun var qanadın birin qır. Alınmır axı. Bax, o tapadan o yana lerikdir. Bax, indi onu deyəcəm, demişəm. Deməli, 8 il meşəbəyə işləmişsən. Də çıxmısan da işdən. Yox, pensiyaya çıxdım, çıxmazdım. Hə, çıxmazdım. Qulaq as. Bu 8 il ərzində. Bəli. Bir dəfə də olsa görmüsən o kənddən göz yummusanmı, öz qohumumdur, görməməzlikdən gəlim. Yox, kəsməyə yox. Belə qur. Olub keçibi olursa da. Yox, deyirəm də. Ged o idarəyə, hələ gör. Neçə nəfər mənim yoldaşlarımda tutdular. Biri əyləşib, biri qandal vurub onun ayağına, neçə il. Bir dənə salamatı mənəm. Yox. Belədir də. İndi gəl. Təşəkkür edirəm. Minnətdaram.
Gözəl kənddir, tarixi kənddir, qədimi kənddir həqiqətən. Gəlinməsi, keçilməsi çətindir. Bunu mütləq qeyd edirik və bu yolun üzərində Vətən müharibəsinin şəhidinin ailəsinin evi də var ki, o öz evində yaşayır. Kimlərsə düşünər ki, əşi ona ev verildi də çıxsın, getsin. Xeyr, bu yanlış düşüncədir, bu savadsız düşüncədir. Doğrudan da adam deyir ki, mənim ata-baba yurdumdur və mən istəyirəm ki, burada qalım. Bir gün yayda gəlib doyunca bu məsələləri danışarıq. Çünki mən başqa bir kəndə gəlmişdim, eşitdim ki, burada bir şəhid ailəsi var. Dedim, mütləq gələk bir onları ziyarət eləyək. Çünki bu yola inanmıram ki, hər dəqiqə kimsə gəlib bir... Hətta özləri də dedi ki, vallahi adi qonağımız gələndə biz utanırıq ki, bu yolla necə gəlsin. İndi düzəltmişik bunu. Bunu təzə düzəltmişik. Eşitdim, kənd cəmaatı Rusiyada yaşayanlar, dostlar, qohumlar, hamısı O alınmadı, qalmadı. Texnika bir həftə qalsaydı, bir dənə maşindir, bir dənə... İndi texnikanı versin də versin, həll edin də Vermirlər. Salərkən biz aldıq, cəmaat aldı. Rusiyadan zaten hamısını göndərdilər pul. Sən bu texnika niyə ki, məsələn, bir həftə saxladı?